Dərshanəsinin direktoru Paşayev Azər müəllimdir. Azər müəllim, xoş gəlmişsiniz. Salamlayıram sizi, çox xoşdur sizi görmək studiyamızda. Necəsiniz? Çox sağ olun, təşəkkür edirəm. Yaxşı olasınız. Əgər etiraz etmirsinizsə, artıq söhbətimizə başlayaq. Buyurun. İstərdim ilk öncə Ömər Xəyyam Dərshanəsi haqqında giriş olaraq tamaşaçılarımıza qısa məlumat çatdırasınız. Deməli, Ömər Xəyyam Dərshanəsi abituriyent hazırlığı kursudur. Bunu keçən proqramlarımızda da biz qeyd elədik. Sırf olaraq abituriyent hazırlığı ilə məşğul olan bir kursdur. Bəli. Kursda bizim təhsil alan şagirdlərimiz 8, 9, 10, 11-ci siniflər, bir də daha öncəki illərdə uğur qazanmamış, yəni daha belə deyək, sənədlərini verməmiş məzunlar şeylərdə iştirak edə bilərlər, insanlar da iştirak edə bilərlər. Kursumuz deməli Əhmədli bir də Yasamal bölgəsində, Yasamal rayonunda fəaliyyət göstərir. Əhmədlidə Bakı Kinoteatrla üzbəüz yerləşir. Yasamal rayonundakı filialımız isə İnşaatçılar metrosunun tam yaxınlığında yerləşir. Kurs haqqında ümumi məlumat çatdırım. Demək ki, bizim kursda təhsil alan şagirdlər seçdiyi ixtisas qrupuna daxil olan 5 fəndən hazırlığa gəlirlər. Onlar saat 3-də dərsə gəlirlər, həftənin 3 gününü gəlirlər ancaq. Bizdə ümumilikdə həftənin 6 günündə dərs olur. Amma o 4 ixtisas qrupu var. O ixtisas qruplarından 1-ci, 4-cü ixtisas qrupları genəldə çox vaxtı bir günə düşürlər. Həftənin tutalım 1-ci, 3-cü, 5-ci günləri, digər 2-ci və 3-cü qruplar isə 2, 4, 6-cı günləri. Yəni belə deyək, konkret olaraq hər hansı bir şagird bizdə təhsil alırsa, o həftənin 3 gününü dərsə gəlir. Saat 3-də dərslərimiz başlayır, axşam saat 9-a qədər dərslər davam eləyir. Bir dərs saatımız 60 dəqiqə təşkil edir. Yəni bu ikinci növbəyə aiddir. Sizdə yalnız bir növbə mi? Bəli, bir növbəlidir. Bizdə ikinci növbədir. Saat 3-də dərslər başlayır. Çünki genəldə hazırlığa gələn tələbələrin, şagirdlərin əksəriyyəti təbii ki, orta məktəblərdə oxuyurlar. Ona görə də onlar günün birinci hissəsində orta məktəbə gedirlər. Gün ortadan sonra artıq kursa gəlib öz hazırlıqlarından məşğul olurlar. Bəs ötən ilin məzunları müraciət edə bilərlər? Ötən ilin məzunları bəli, təbii ki, müraciət edə bilərlər. Amma ötən ilin məzunlarının arasında belə deyək də bir neçə il fasilə verənlər vardır. Deyəlim, oğlanlardan əskərliyə gedib hərbi xidməti keçib geri qayıdanlar var ki, bunlar da istər-istəməz müəyyən qədər bir fasilə verdikdən sonra onlarda bir unutqanlıq, müəyyən qədər belə deyək də bilgilərində biraz belə deyək, səngimə əmələ gəlir. Təbii ki, onları da biz qəbul edirik, onlar da bizdə hazırlaşa bilərlər. Yəni sıfırdan başlayırsınız həmin təbii ki, istər 8-ci sinif olsun, istər 9, 10, 11, istər daha öncəki ilin məzunları olsun, onlar hamısı sıfırdan başlayırlar. Sadəcə olaraq belə deyək, o ilkin növbədə onlar qeydiyyata gələndə biz təbii ki, onları yoxlayırıq, öz səviyyələrini müəyyənləşdiririk və dərslər başlamazdan öncə də qruplarda bu uşaqları səviyyələrinə görə qruplaşdırırıq. Təbii ki, biraz belə deyək də, axırıncı ili olan 11-ci sinif şagirdləridir, digər illərin məzunlarıdır, daha eski illərin məzunları belə deyək, onların işləri daha biraz çətindir. Çünki yeni qərara görə onlar imtahanlarını may ayında səhv eləmirəmsə verirlər. Bəli, daha tez verirlər. Ona görə də onlar proqramı daha biraz sürətlə başa çatdırmalıdırlar. Əlavə məlumat kimi deyim ki, deməli, bir dərs saatımız 60 dəqiqədən ibarətdir. Dediyim kimi, hər dərs arasında 10 dəqiqə fasilə var. 3-cü saatdan sonra böyük tənəffüs veririk uşaqların qidalanmaları üçün. Axşam saat 9-da dərslər bitir. Dərslər bitəndən sonra bizim öz nəqliyyat xidməti göstəririk. Yəni, onu da qeyd edeyim ki, həmin nəqliyyat çox vaxt görürsünüz, zəng gelib bizdən soruşurlar ki, həmin nəqliyyat xidmətinə ayrıca nə qədər ödəniş tələb olunur. Amma nəqliyyat üçün ayrıca ödəniş olmur? Xeyr, nəqliyyat üçün ayrı ödəniş olmur. Həmin bütün xərclər hamısı aylıq ödənişin içində yer almışdır. Axşam saat 9-da belə deyək, şagirdlər aparıb ünvanlarına çatdırırlar. Bəzən görürsünüz ki, belə deyək də, şəhərin kənarından bizə müraciətlər olur. Deyəlim, məsəl üçün, Binə qəsəbəsindən, deyəlim, Lökbatandan, biraz şəhərin dışında. Onları da aparır mı nəqliyyat, yoxsa? Nəqliyyat təbii ki, onları da aparır. Burada belə bir durum var, çox sorulan sorulardan biridir. Əgər tutalım, belə deyək də, Lökbatan qəsəbəsindən bizim təbii ki, onlar Yasamal filialına daha yaxındılar. Lökbatan qəsəbəsindən heç olmasa 5 nəfər, 6 nəfər və yaxud 10 nəfər kimi belə deyək, oradan şagirdimiz varsa bizim,
Nəqliyyat təbii ki, tam axıra qədər belə deyək, Lökbatan qəsəbəsinə gedir və eləcə də digər qəsəbələrə. Yəni bir tələbəyə görə getmir. Bir tələbəyə görə belə deyək, təbii ki, biz onları da diqqətdən kənarda saxlamırıq. Onların belə deyək, şəhərə gəliş-gedişləri hansı bölgəyə təsadüf edir, hardan rahatdırsa onlar, həmin yerə qədər deyən bir şagirdi çatdırırıq, tutalım və yaxud da valideynlə müəyyən bir razılığa gəlirik ki, hər hansı bir bölgəyə qədər gətirib çatdırıb uşaqlarını təhvil verir. Yəni kimsə saat 9-da dərsdən çıxıb da kəndi başına buraxılmır. Nəzarətsiz buraxılmır. Azər müəllim, mən bir şey demək istəyirəm. Bax, biz universitetlərə hazırlıq dönəmi dedikdə yalnız ağlımıza gəlir, ya repetitor gəlir, ya da ki, qrup şəklində hazırlıq gəlir. Bunların hansı daha keyfiyyətlidir? Sizdə bunların hansı tətbiq olunur? Hansına daha çox müraciət edirlər? Fərdi mi hazırlaşmaq istəyirlər, yoxsa qrup şəklində? Genəldə bilirsiniz, bu mövzuda belə deyək, insanlarımızın təbii ki, fərqli-fərqli düşüncələri vardır. Mən özüm də deyəlim, bu məsələ ilə bağlı çox araşdırmalar aparmışım, sorular sormuşum bu insanlar arasında. Bazıları görərsiniz, fərdi repetitorluqla məşğul olan insanların yanına getməyə üstünlük verir. Bəziləri kursda təhsil almağa daha üstünlük verir. Bunların da təbii ki, fərqləri var. Amma şimdi belə deyəlim, onların o, yenə deyirəm, düşüncə tərzindən asılıdır. Məsəl üçün, mən sormuşum ki, bu fərdi deyəndə mən biraz qarışıqlığa əmələ gəlir. Məsələn, belə deyəlim, fərdi o anlama gəlir ki, tutalım, bir müəllim bir şagirdlə məşğul olur. Bax, buna deyirlər, fərdi hazırlıq. Amma ümumilikdə deyəlim, hansısa bir müəllim deyəlim, evində uşaqların hazırlığı ilə məşğuldursa, təbii ki, onun yanına bir dənə, iki dənə deyil, qrup şəklində o da eyni zamanda uşaqlarla məşğul olur. Yanındakı uşaq sayısından asılı olmayaraq, olmadı, mühaqqaq hər zaman fərdi şəkildə hallanır, belə deyəlim. Deyəlim, kursda, məsəl üçün, bizim bir sinifdə 8-10 arasında dəyişir. Genəldə çox vaxt heç 10 nəfər olmur əslində. O 8-10 nəfərin olmasının da səbəbi nədir? 10 nəfər olunca biz dərslər başladıqdan sonra mühaqqaq hər bir sinifdə müəyyən, belə deyək, miqdarda uşaqlar azalır, deyəlim. Və yaxud biz mi çıxardırıq, özü mü deyəlim, orada şərtlərə uya bilmir, çıxmaq zorunda qalır və sinifdə şagird sayısı heç olmazsa 8-ə, ən azından 8-ə enir. Bəzən görürsünüz ki, tutalım, 4-cü qrupa müraciət edənlərin sayısı çox azdır. Ola bilir ki, deyəlim, bizə ümumilikdə 4 nəfər, 5 nəfər müraciət etmişsə, təbii ki, o bir sinif 4 və 5 nəfərdən ibarət olacaqdır. Aydındır. Azər müəllim, bir tələbənin bax fərdi şəkildə hazırlaşması onun üçün uyğundur, yoxsa qrup şəklində hazırlaşması? Yəni, hansı daha keyfiyyətli olar? Keyfiyyət... Dərsin, təhsilin mənimsənilməsi baxımından. Aydındır, sizin sualınızı başa düşdüm. Bu, keyfiyyət deməzdim orada. Məsəl üçün, yenə deyirəm, burada yanaşmalar fərqlidir. Tutaq ki, amma mən hansının üstünlüyə sahib olduğunu deyə bilirim. Məsəl üçün, bir çox insanlarımız təbii ki, üstünlük verirlər kurslara getməsinə. Nə üçün? Bunun da səbəbi nədir? Deyəlim, uşaq gəlir kursa, kursda təhsil onun 5 fəndən hazırlaşacaqsa, 5-i də bir yerdə olur. Yəni, deyəlim, bir dərs burada keçib, tutalım, riyaziyyatdan hazırlaşır burada, ondan sonra çıxıb başqa bir yerə getmir, yəni yollarda. Fərdi ən böyük, belə deyək, üstünlük ondan ibarətdir ki, eyni zamanda uşaqlar yollarda qalmır. Yəni, çünki şagirdlər, deyəlim, bir yerdən digər yerə gedincə şəhərdə pusat bilirsiniz, nəqliyyat tıxacları çox böyük nəqliyyat tıxacları var. Bəzən rastlaşırıq. Olur tabii ki. Yəni, bu da istər-istəməz uşaqların, belə deyək də, yorğunluğuna səbəb olur. Çox, ümumiyyətlə, yol insanı yorar. Yəni, hər hansı bir bölgəyə, buradan digər bir yerə getmək insanı yorar. Amma kursda belədir ki, şagird sayısı həm 8 nəfərdən 8-10 nəfər arasında dəyişir, amma fərdi olaraq bəzən görürsünüz, mən çox duymuşum bizə gələnlərdən, daha eski illərdə deyəlim, öncələr olmuşlar fərdi hazırlıqda, sonrandakı sinifdə təbii ki, bizə də maraqlı gəlir, neçə nəfər olurdu sizdə? 15 nəfər, 18 nəfər deyə bəzən də, keçən dəfə də qeyd elədik, bunker deyən müəllimlər ki var, belə bu şəkildə, onların hazırlatdığı uşaqların, yəni siniflərində daha çox şagird sayısını mən duymuşum, yəni müşahidə olunmaqdadır. Onun da səbəbi nədir ki, 18, bazən 20, hətta inanın 30 nəfər belə duyduğum olmuşdur. Yəni çox təbii, bu orta məktəbdə də belə deyəlim, aşağı-yuxarı sinifdə şagird sayısı 30 nəfərə yaxındır təxminən bu şəkildə. Bir də mən öncə bu kurs haqqında məlumat verərkən unutdum.
Orada bizim qiymətlərə də toxunalım. Bizdə 5 fəndən hazırlaşan şagirdlərimiz 2 qiymət var bizdə. 105 və 155 manat ödəyərək təhsil ala bilirlər. Amma mən fərdi hazırlıqda, belə deyək, bir fənn üzrə minimum 50 manatdan aşağı, belə deyək, hazırlıq daha duymadım. Yəni, çünki elə eşitməmişim. Orada da bəzən ən çox soruşurlar ki, bu 105 ilə 155-in fərqi nədədir? Onu da mən təkrar qeyd edeyim ki, 105 manatla biz o şagirdləri götürürük ki, qəbul edib qeydiyyata götürürük ki, onların bazaları yaxşıdır. Heç olmasa belə deyək də minimum bilgi deyən bir şey var. Uşaqların hər bir fəndən minimal bazaya malikdirsə biz onları götürürük 105 ilə. İndi bir də soruşurlar ki, hər halda bu 105 ilə 155 arasında kimlər ki 105 ilə götürülür, digərləri 155 ilə, onların dərsin tədrisində müəyyən bir fərqlər varmı? Kəsinliklə belə bir şey yoxdur. Mən deyərdim ki, 105 manatla təhsil alan şagirdlər üçün bu sadəcə olaraq bir avantajdır. Çünki ümumiyyətlə bu şagirdlərə hiss etdirmək lazımdır ki, onların bu günləri sahib olduqları o bilgi ki var, az da olsa belə deyəlim. Onları müəyyən mənada biraz belə deyək, qabağa salmışdır. Məsələn, düzdür, çox böyük bir məbləğ olmasa da 50 manat, amma bugün bu şagirddir, 8-də 9-da oxuyur və o hiss etməlidir ki, aha, bugün mənim az da olsa sahib olduğum bilik mənim ailəmə müəyyən miqdarda, belə deyək, yəni köməklikdə qatqı sağlama imkan vermişdir. Və gələcəkdə də ümumiyyətlə şagirdləri aşılamaq lazımdır ki, onlar nə qədər çox biliyə sahib olacaqlarsa, gələcəkdə də istər məktəbi bitirəndən sonra universitetə daxil olub, iş aləminə atılandan sonra da nə qədər çox yüksək biliyə sahib olacaqlarsa, o qədər də daha çox avantaj əldə edə biləcəklər. Aydındır, çox gözəl vurğuladınız. Azər müəllim, bax, söylədiniz ki, qiymətlər münasibdir. Yəni, qiymətlərin bu civarda olmasını birbaşa olaraq nə ilə izah edərdiniz, nə ilə bağlayardınız? Aydındır. Deməli, qiymətlər gerçəkdən də hər kəsə məlumdur. Yəni, bunu biz desək də, deməsək də, hər kəs bizi dinləyənlər bilir ki, 105-155 manat ortalama bizim insanların bir çox ailənin, belə deyək, büdcəsinə uyğun gələn bir məbləğdir. Mən şəxsən onu ilə izah eləyərdim ki, bax, digər kurslar da var. Hətta mənim şəxsən özümə, belə deyək, müraciətlər də olmuş ki, niyə bu qədər qiymətləri aşağı salırsınız? Amma bir şeyi bilmək lazımdır ki, bu təhsil sektorudur. Düzdür, bu eyni zamanda bir biznes kimi buna yanaşıla bilir. Amma təhsildə sırf olaraq biznes yönümlü addımlar atmaq doğru deyildir. Şimdi bizim bir çox insanlarımız var ki, onların çox gözəl, qabiliyyətli övladları vardır. İnanın, mən şəxsən bunun şahidiyəm və mən belə durumlarda özəl olaraq xüsusi addımlar yenə də atmaqdayım, yəni hətta onun altında belə, yəni bu qiymətlərdən. Elə uşaqlar var ki, onlar oxumaq istəyirlər, gerçəkdən çox yüksək bir savada və qabiliyyətə maliklər, amma maalesef valideyn onun yanında gözü kölgəli qalır, müəyyən qədər deyəlim, aşağı-yuxarı araşdırır, 5 fən 50 manatdan heç olmasa minimum 250-300 civarında dəyişir, gücü çatmır. Şimdi mənim üçün bəlkə kimsə səmimi qəbul edə bilər, kimsə deyil, amma bir şeyi vurğulayım ki, mən çalışıram ki, müəyyən qədər. Tabii ki, biz desək ki, biz bu fəaliyyət növü ilə məşğul olub da para qazanmıyoruz, amma bu yanlış olur. Tabii ki, insanlar bir işlə məşğulsa, tabii ki, inandırıcı olmaz. Müəyyən miqdarda biz də para qazanıyoruz, amma bilmək lazımdır ki, hər şeyi də paraya yönləndirmək doğru deyildir. Məsəl üçün, eyni zamanda tam səmimiyyətimlə deyirəm ki, əgər mən çox gördüm, yəni bizə gələn şagirdlərdən, bazen eləsi vardı, dedi ki, mənim evdə 2 uşaq var, yəni düşünürdüm ki, Allah, mən bu uşaqların eğitimini nasıl sağlayacağım? İkisini bir yerdə, bəli. Çünki aşağı-yuxarı belə dedi, 2 uşaq bir evdən çıxınca heç olmasa 600-700 manat təxminən bunların məsrəfləridir. Deyir, dua edirdim ki, ay Allah, mənim qabağıma elə bir şey çıxart ki, elə bir təhsil müəssisəsi çıxart ki, mənim buna gücüm çatsın. Şimdi bu şeyləri duymaq mənim üçün çox qürur vericidir. Əgər mən düşünürəm ki, mənim az da olsa 5 nəfər, 10 nəfər, 100 nəfərə belə, təxminən belə deyərdim, müəyyən qədər faydam varsa, biz hep hər zaman çalışmamız lazım ki, para kazanmamız bir tarafa. Təbii ki, bu para yaşam üçün məcburi olan bir şeydir. Hər bir kəsə lazım olan bir şeydir. Daha ayrı konu. Amma eyni zamanda düşünmək lazım ki, bir cəmiyyətə mənim nə gibi faydam toxundu? Mütləq hər kəs bu istiqamətdə düşünməsi lazımdır ki, mənim cəmiyyətə nə kimi bir faydam vardır. Faydasız deyəlim, əgər bir insanın bir cəmiyyətdə bir faydası yoxsa, hep o kadar parayı kazan, koy, nə bilim, kəndin üçün ye, iç, gəz. Yəni, bu da bir hayat tarzı değildir, ben sanıyorum.
Aha, aydındır. Azər müəllim, bax, mən bildiyim qədərilə siz uşaqlara güclü nəzarət edirsiniz. Bəli. Bu nəzarət hansı şəkildə aparılır, hansı formada aparılır? Bu haqda biraz tamaşaçılarımızda, valideynlərimizə məlumat çatdırın. Buyurun. Deməli, bizdə nəzarət sistemi necədir? Şagirdlərin saat 3-dəki dərsə gəlirlər. Dərsə gəlmələrindən tutmuş ta axşam saat 9-a qədər onlar kursu tərk eləyənə qədər çox bizzat bizdə kameralarda vardır kursumuzda. Bütün hər addımları izlənilir. Təhlükəsizliklərinə nəzarət məqsədi ilə təhlükəsizlikləri nəzarət altındadır. Ondan sonra belə deyəlim, hər bir sinifdə, hər bir sinif üçün ayrıca bizim müəllimlərdən növbəçi müəllimlər var və yaxud da siniflərin qrup rəhbərləri vardır və bu qrup rəhbərləri şagirdlərin xəbəri olmadan belə onlara nəzarət edir və bütün belə deyək, məsəl üçün bizdə mobil telefonların istifadəsi qadağandır bir mənalı şəkildə. Təbii ki, dərs müddətindən söhbət gedir. Eski illərdə tamamən mən icazə vermirdim gətirməyə. Sonra bizim valideyn iclaslarında irad tutdular ki, uşaqlarla əlaqə saxlamız falan. Təbii ki, hər kəs öz evladını əlaqə saxlamaq istəyəcək. Bugün icazə verilir. Mobil telefonları yanlarında gətirə bilirlər. Yalnız bir şartla ki, içəri girdikləri andan etibarən axşam saat 9-a qədər telefon sönük olacaqdır. Və yalnızca böyük tənəffüs var bizdə yarım saatlıq. Çox acil bir durumlar varsa o zaman telefonu açıb haraysa telefon aça bilirlər. Şagirddir. Məsələn, evdən biri açarı gətirir. Təbii ki, eyni zamanda tənəffüs vaxtıdır. Bəli, tənəffüs vaxtıdır. Rahatlıq üçün verilir. Bəli. Bu, belə deyək də, müəyyən bir şeydə qısıtlanmış bir şəkildə icazət verilir. Amma ki, onların dərs müddətində telefondan istifadə edilməsi, mən müəllimlərə də hamısına tapşırmışam, qrup rəhbərlərinə də kimin əlində açıq telefon bulunursa, həmən əlindən alırım. Çox bir zor şəkildə ya geri döndəririm, ya da döndərməm. Yəni, aydındır. Azər müəllim, bəs valideynlərə icazə verilirmi? Yəni, valideynlərə icazə verilmir ki, dərsdə iştirak eləsinlər birbaşa olaraq? Bu soruları bu yaxınlarda bir neçə valideyndən duydum da mən. Tabii ki, icazə verilir. Hər bir valideyn, hətta belə deyəlim, sentyabrın 15-də bizdə inşallah dərslər başlayacaqdır. Hər bir valideyn öz evladı ilə sentyabrın 15-dən etibarən may ayının 31-nə qədər istərsə, yəni arzu edərsə gəlib otura bilir, yəni heç bir sakıncası yoxdur. Amma duyduğum qədər bəzi yerlərdə dedilər icazə verilmir falan filan kimi bu kimi durumlar bizdə kəsinliklə yoxdur. Əslində, yəni dərs müddətində valideynin tələbənin yanında, yəni övladın yanında gətirib oturması bilmirəm nə dərəcədə uyğundur. Çünki tələbənin fikri hər an yayına bilər. İstənilən bir qısa, kiçik bir məqamdan yayıla bilər. Hələ valideyn otursa yanında biraz da sıxılacaq. Bir yandan da müəllim, bir yandan ətrafdakı tələbələr. Aslında hər zaman deyil də. Məsəl üçün, hər zaman bir valideynin bəzən arada olması icab edər. Məsəl üçün, belə deyəlim, özü də o şəkildə həyata keçirilməlidir ki, şimdi bugün deyəlim, səhər durdular, evdən çıxdı, uşaq məktəbinə getdi, gəldi, sonra da kursa hazırlaşıb gedir və onun bugün valideynin həmin kursa gəlib onun sinifində oturacağından muhaqqaq xəbəri olmaması lazımdır. Çünki aşağı-yuxarı belə deyəlim, əgər mən bilirəmsə, bir şagird bilirsə ki, onun valideyni sabahları gəlib onun dərsində iştirak edəcəkdir. Ola bilir ki, çox gözəl hazırlaşa bilir və yaxud da nəysə ki, bu belə deyək, xəbərsiz bir şəkildə həyata keçirilməlidir ki, valideyn də öz uşağının haqqında müəyyən bilgiləri əldə edə bilsin. Zaten ən önəmli durumlardan biri də nədir ki, birinci, ikinci aylarda ki, biz baxırıq uşaqlar hansı formada, belə deyək də, özlərini aparırlar, hansı formada dərsə hazırlaşırlar. Bütün bunlar haqqında muhaqqaq gündəlik bilgi verilir. Məsələn, normal halda bir şagird deyəlim, çox yaxşı daima dərsinə davamlı olaraq hazır gəlirsə, tabii ki, orada bir sıxıntı yoxdur. Yalnızca sıxıntı yaradan, hazır gəlməyən şagirdlər haqqında bugün şagird hazır gəlməmişsə, istər yaxşı oxuyan olsun, istər pis oxuyan, direkt məlumat ötürülürdür valideynlərə və bilgi muhaqqaq verilir. Şimdi mənim gördüyüm son günlərdə çox, yenə deyirəm, təkrar ürək ağrıdıcı bir məqamdır ki, valideynlər il boyunda uşaqdan xəbər tuta bilmirlər və yaxud da soruşurlar, deyəlim, hər hansı bir repetitordan, onlar da şagirdləri itirməmək adına yaxşıdır, olacaqdır falan filan kimi belə şeylərlə valideynlərimizi belə deyək, bizzat rahat edirlər. Onlar da müəyyən bir müddətdən sonra görürlər ki, əslində, yəni valideynin burada heç bir günahı yoxdur düşünürəm. Çünki valideyn də hər halda əgər öz evladını, yəni repetitora həvalə edibsə, etibar edibsə, hər halda repetitor da valideynlərə düzgün məlumat, düzgün informasiya çatdırmaq məcburiyyətindədir. Yəni burada heç bir yalana, heç bir yalançı şərhə ehtiyac yoxdur. Tabii ki, məcburiyyətindədir, amma maalesef deyir ki, 5 barmağın 5-i də biri olmur. Muhaqqaq cəmiyyətdə həm yaxşı, həm pis belə deyək də insanlar
Bəli, bu bütün dünyada belə hallar bütün dünyada var. Belədir. Ona görə də ehtiyatlı olmaq lazım və kimsəyə, mənim açıq deyərəm, kimsəyə inanmaq gərəkmir. Məsəl üçün, mənim konuşduqlarım var, bazen valideynlər gəlir, biz böyle bir şəkildə onlarla da üzbəüz danışırıq. Bu şeyləri müəllim daha çox eskilərdən də çox duyduq yəni. Qulağımız artıq yorulmuş dedi bu şeylərdən. Adam kınamıyorum çünki çox eşitmiş, şimdi gəl inandır bunu. Çox zordur yəni. Tamamilə haqlısınız. Azər müəllim, bax, gələcək planlarınız haqqında tamaşaçılarımıza biraz məlumat ötürəsiniz. Yavaş-yavaş proqramımızın sonuna yaxınlaşırıq. Buyurun. Tamam, bizim gələcək planlarda belə deyək, filiallarımızın artırılması nəzərdə tutulur. Sayını artıracaqsınız, sayını artıracaq. Xüsusilə də bölgələrdə. Şimdi gələn il üçün müəyyən bölgələr var ki, orada nəzərdə tutulubdur. Gəncədir, Sumqayıtdır bu bölgələrdə yeni ildən nəzərdə tutulması, açılması nəzərdə tutulur. Çünki rayonlardan çox müraciətlər var. Bizə efirə ki, reklamlar gedir, bizim bilgilər verilir, müraciətlər olunur. Maalesef ki, biz onlara belə deyək, xidmət göstərə bilmirik. İnşallah artıq hal-hazırda bu ildən etibarən o işlərin həyata keçirilməsi istiqamətində fəaliyyətə başlamışıq, işlərə başlamışıq. Artıq başlanılıbdır və təxminən 1-2-3 bölgələrdə açılması nəzərdə tutulur filialların. Və eyni zamanda buradan çox istərdim ki, müraciət edeyim, bizim şagirdlərimizin arasında çox güclü riyaziyyatı bilən uşaqlar vardır. Mən buradan səslənirəm. Kimin elə bir övladı varsa, çox güclü, yəni orta səviyyəli demirəm, çox güclü bir riyaziyyat bilgisinə sahib olan uşaqları varsa, bizlə əlaqə saxlasınlar. Onlar üçün mənim özümün belə deyən xüsusi bir proqramım vardır. Gənc Riyaziyyatçılar Birliyi deyən bir şey yaratmaq istəyirik ki, o uşaqları oraya cəlb etmək və onları işlə təmin etmək istəyirik ki, onların belə deyək bir zat ixtiralarla məşğul olmaları üçün müəyyən bir şəraitlər yaratmaq istəyirik. Xahiş edirəm, elə uşaqlar varsa mühaqqaq müraciət etsinlər. Bəli, hər halda əlaqə nömrələrini görürlər. Bax, bu səpkidə artıq mövzuları söylədi Azər müəllim, hansı istiqaməti olacağını da söylədi. Əgər maraqlandırırsa sizi, təbii ki, buyurub əlaqə nömrələri vasitəsilə məlumatlana bilərsiniz, əlaqə saxlaya bilərsiniz. Azər müəllim, bax, çox qısaca olaraq istərdim deyəsiniz. Bugün sizə müraciət eləyən tələbələrin dərs səviyyəsi, təhsil səviyyəsi, orta məktəb bazası hansı səviyyədədir? Çox qısaca olaraq. Qısa olaraq onu deyim ki, ürək açan deyildir. Yəni, qənaətbəxş hesab oluna bilməz. Maalesef ki, bu çox böyük əksəriyyəti qapsayır. 95%-in üzərində şagirdlərimizin durumu acınacaqlıdır və sanırım ki, inşallah onlar bizə müraciət edilən və bizdə qalmağı bacaran belə deyən bir çox şagirdləri görürsünüz ki, sıxışdırınca bilmirəm, qaçmağa qalkarlar. Əgər bizdə qalarlarsa, biz gücümüz çatdığı qədər çalışacaq ki, onların hansısa bir formada belə deyək, bilgilərini formalaşdırmağa kömək eləyək. Aydındır. Təşəkkür edirəm sizə, minnətdaram studiyamıza gəldiyiniz üçün. Çox sağ olun, çox təşəkkür edirəm. Hörmətli tamaşaçılarımız, sizə də təşəkkür edirəm bugünkü proqramda bizi izlədiyiniz üçün və bir daha xatırladıram ki, bugünkü proqramımızın qonağı Ömər Xəyyam Dərshanəsinin direktoru Azər Paşayev idi. Təşəkkür edirəm. Növbəti proqramda görüşmək ümidi ilə çalışın ki, salamat qalasınız. Sağ olun. Ömər Xəyyam Dərshanəsi abituriyent hazırlıq kursu. Bütün ixtisas qruplarına 5 fəndən hazırlıq. Həftədə 3 gün dərs. Hər dərs saatı 60 dəqiqə. Sinifdə şagird sayı 8-10 nəfər. Hər ay sınaq imtahanı və təqaüd alma imkanı. Avtobusla evə çatdırılma. Psixoloqun şagirdlərlə söhbəti. 6-8-ci siniflərə yalnız riyaziyyatdan 3 aylıq kurs. Abituriyentlər üçün 5 fən, 105 və 155 manat. Qeydiyyatdan keçməyə tələsin.